Hamiləlikdə nə yemək lazım olduğunu hamı bilir, amma nədən uzaq durmaq lazım olduğunu isə çoxları bilmir. İndi izah edəcəm. Dölə infeksiya keçməməsi üçün yemə. Bazardan alınan brinza, içi çiy olan dolma, yaxşı bişməmiş kabab, listeriya və toksoplazma riski var. Börəklərə və damar sisteminə yük olmaması üçün yemə. Bastırma, hisə verilmiş kolbasa, hazır paket çipsləri. Duz, nitrat və konservantlarla zəngindir. A vitaminin toksikliyindən qorunmaq üçün yemə. Mal qaraciyəri, toyuq qaraciyəri, həkim məsləhəti olmadan balıq yağı. Retinolon yüksək dozası dölü üçün təhlükəlidir. Dölün sinir sisteminə zərər verməmək üçün yemə. Ton balığı, hisə verilmiş skumbriya, mənşəyi bilinməyən konservləşdirilmiş balıq, civə ilə çirklənmiş ola bilər. Düşük şansı artırmamaq üçün içmə. Ada çayı dəmlənməsi, sarımsaq otu çayı, yəni zveravoy, çox miqdarda nainə dəmləməsi. Bəzi otlar hormonal təsir göstərə bilər. Hamiləlikdə düzgün qidalanmaq həm özün, həm də körpən üçün ən böyük qayğıdır. Bəzən nə isə yeməmək yeməkdən daha doğrudur.